Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun. May ayı üçün sizlərin hər birinizə aid olan bürcləri sizlərə paylaşmaq istəyirəm. Səhifəni takib etməyi və bəyənməyi, hər hansısa bir suallarınız varsa onları yazmağı unutmayın. May ayı üçün xərçəng bürclərini nə gözləyir? Bəli, qərarı hökmü verən Allahdır. Hər anın öz hökmü, öz qərarı var. Hər kəsin öz fikrinə, əməlinə görə Rəbbim qərarı dəyişdirə bilər. Amma bugünkü gündə may ayı üçün mən xərçəng bürclərində gördüklərimi sizə demək istəyirəm. Hər ehtimala qarşı yenə də qərar sizindir. Xərçəng bürclərini nə gözləyir? Allahın izni ilə hər şey yaxşı olar inşallah. Rəbbim hər kəsin xeyrini, ruzunu, bərəkətini versin. Amma bugünkü gündə xərçəng bürcləri üçün may ayında gözlənilməz çox böyük problemlər yaşanacaq. Kənd təsərrüfatı işində işləyənlər, əkinlə məşğul olanlar meyvə tərəvəzinə güclü ziyan dəyəcək. Yağış bilmirəm, sel, dolu vuracaq, təsərrüfatda ziyançılığı olacaq. Fermer təsərrüfatı ilə olanlarda, heyvanlarında böyük bir problem yaranacaq. Virus kimi bir problem yaranacaq. Yenə də ruhdan düşməyin, hər bir şey Allahın əlindədir. 3-cü həftə ümumiyyətlə xərçəng bürcləri hər bir şeydən, hər bir münaqişədən, hər bir söz söhbətindən uzaq durun. Kimlərsə sizə qarşı nəsə bir xəyanəti eləyirsə, onların cavabını Allah Taala özü verəcək. Siz özünüzü qabağa atmayın, başa düşürəm. Əsəbi hiss bu insana, haqsızlıq insana təsir edir. Amma siz səbirli olun ki, may ayı üçün xərçəng bürclərində də polislə problem olacaq. Bəzi insanların ailələrində söz söhbəti boşanmaya qədər gedəcək. Pulu olan insanlar pulunuzun qədrini bilin. Biznesmenlər pulunuzun qədrini bilin ki, may ayında sizə uğursuzluqlar görsənir. Çünki etdiyiniz bəzi səhvlərin və günahlarımın başqasının üzərinə atmayın ki, sizdə də bu uğursuzluqlar daha da ağır Allah tərəfindən verilməsin. Xərçəng bürclərində bir neçə gün ay ərzində normal olacaqsa da o birisi günlərində uğursuzluqlarınız olacaq. Yenə də hökm verən Allahdır. 6-sı 9-u sizi üçün uğurlu rəqəmdir. 5-i 3-ü sizi üçün uğursuz rəqəmdir. Xərçəng bürcləri yenə də deyirəm, kimsə narazı ola bilər. Hər şey Allahın əlindədir. Keçən ay mənim üçün ox atanlar üçün də yaxşı çıxmadı və həqiqətən də elə oldu. Həm xəstəliyim özümdən götürürəm, həm maddi cəhətdən sıxıntılarım bu ayın sonuna qədər, inşallah bu ayın sonundan bu aydan bitəcək və ümid edirəm, Allahın izni ilə dua edirəm ki, sizlərdə də uğursuz bir şeylər olmasın. Kimsə deyə bilər ki, bunu bilən Allahdır, tək olan Allahdır. Bəli, hər şeyi bilən tək olan Allahdır, amma mən qara magiyaçı deyiləm, ağ magistəm. Bu gücü də mənə verən Allahdır. İndi isə şir bürcləri haqqında sizə məlumat verəcəm may ayı üçün. Allahın izni ilə, Allahın böyüklüyü ilə şir bürclərini də uğurlar gözləyir. Görək may ayı üçün şir bürclərimizdə nə göstərir? Əziz şir bürcləri, hər zaman lider olduğunuz kimi yenə də lidersiniz. Allah Taala hər birimizin işimizi avan etsin. Ən gözəl günlərdir. Yəni şir bürcləri üçün ilkin həftənin, may ayının ilkin həftəsinin ilkin günlərində problemlər yaşayacaqsınız. Şeytan əməli edənlər olacaq, amma may ayında karma şir bürcləri üçün ən güclü olduğuna görə kim hansı şeytan əməlinə getdirsə,
Allah'ımızın və Allah'ımızın göndərdiyi mələklərin sayəsində o insanların özlərinə qayıdacaq və şir bürcləri diqqətli olun ki, sizə düşmənçilik, üzünüzə gülərək düşmənçilik edən insanların başlarına nə gəlir? Bilin ki, həmin insanlar sizə şeytani əməl cadu edirdilər, əvəzində öz qabaqlarına çıxdı. May ayı üçün şir bürclərində ən gözəl günlər başlayır. Pullarınızın qədrini bilin, uğuru, pullar gələcək sizə, iş adamları yüksəliş, uzaq yola çıxmaq istəyən, istər istirahətində, istər biznesində ən uğurlu günlərimiz olacaq may ayının sonuna qədər. Ailə həyatında uğurlar qazanacaqsınız. İş biznesini quran insanlarda yenə də üst-üstünə təkliflər olacaq, müqavilələr olacaq. İşsiz şir bürcləri üçün, istər qadın, istər kişilər üçün uğurlu qapıları açılır. İş təklifləri olacaq. İşində dəyişiklik etmək istəyən şir bürcləri, işində yüksəliş və dəyişiklikləri yaxın zamanda çoxdan gözləmədə olduqlarınızı əldə edəcəksiniz. Şir bürclərinə ev tikib yarımçıq qalan şir bürclərində gözlənilmədən müəyyən yerdən bir ruzu bərəkətin gəlməyi ilə çoxdan ala bilmədiyiniz pullarınızı alacaqsınız. Ev tikintisinə yenidən uğurla başlayacaqsınız. Ən gözəl günlərimiz ayın 5-i, 8-i, 11-idir. Düşərsiz günü 2-si, bir də 6-sıdır. O günlərində ehtiyatlı olun. Şir bürcləri, ümumiyyətlə sizlərdə may ayında uğur və ruzu bərəkət, sağlam həyat görsənilir. Nə arzu edirsinizsə Allah arzusunu versin və çoxunuzda bu arzulara çatmaq nəyini gördüyüm üçün bunları sizə deyirəm. Əziz qız bürcləri, may ayı üçün sizlərə gözlədiklərini olacaq və olanları göstərmək demək istəyirəm. Sizlərlə bərabər bu paylaşımı edirəm. İnşallah Allahın izni ilə, böyüklüyü ilə may ayı üçün sizlər üçün də uğurlu olacaq. Görək may ayı üçün qız bürclərimizi gözləyən nələr var. Əziz qız bürcləri, may ayı üçün sizin ilkin həftə bizdən uğurunuz var. Maşın alverçiləri sizin üçün müjdəm var ki, maşın alverində uğurlar qazanacaqsınız. Çoxdan sata bilmədiyiniz maşınlarınızı satacaqsınız. Qız bürclərində maşın həvəskarı olanlar, almaq həvəskarı olanlar uğurlu, düşərli maşın ala biləcəklər və məsləhət görərdim ki, may ayında maşın almaq istəyən qız bürcləri maşınlarını alsınlar. Maşın aldıqdan sonra qurbanı olan insanlar, istər qadın, istər kişi olan insanlar, qurban dediyiniz insanlar qurbanlarınızı kəsin. Çünki gözləmədə qurbanlarımız var. İkinci həftənin İlk günlərindən uğursuzluqlarınız var, qəzalardan ehtiyatlı olun, yollardan, küçələrdən, qəza nələrindən ehtiyatlı olun, xəstə olanlardan xəbəriniz olacaq. Bəzi xəstə olmayanlardan da ölümcül xəstəlik xəbərləri gələcək. Amma 3-cü həftəsindən son həftəsinə kimi uğurlu və çox gözəl günlərimiz olacaq, müqavilələrimiz. Yeni evliliklər üçün ilkin addımlar çox uğurludur və düşərlidir. Uzaq yollara səyahətiniz olacaq, səyahətdə uğurunuz, yeni tanışdığınız olacaq. Bəzi bəylər, bəzi xanımlar qız bürcündən alan xarici gəlinlər gətirməyə və yaxud da xarici kürəkənlərimizin olmağına səbəb olacaqlar, nail olacaqlar uzaq yolda və yaxud da ki, Azərbaycanımızın özündə. Və uğurla, hər bir şey uğurla gözəl günləriniz olacaq. Sadəcə olaraq kindən, nifrətdən özünüzü saxlayın və siz özünüzlə kin, nifrət etməyinizi saxlayın. Səbəbsiz insanlara qarşı laqeydliyi, kini, nifrətinizi, paxıllığımızı saxlayın ki, mələklər hər zaman üzərinizdə olsun. Əziz izləyicilərim, sizlərlə bir şey də bölüşmək istəyirəm. Əvvəlki izləyicilərim bilirlər ki, mən bəzən
kartları yığıram, hamısını açmıram. Niyə görə açmıram? Çünki sizə göstərmək istəyirəm. Orada yazacaqsınız ki, niyə kartları tam açmadınız? Ona görə izahını vermək istəyirəm ki, niyə görə açmadım? Hər bir baxıcının, hər bir ekstrasensin öz baxış tərzi var, öz baxış qabiliyyəti var və onu əsl vergisi olan insanlara, istər şeytani, istər Allah tərəfdən vergisi olan insanlara hərəsinə bir cür vergi verilir və mənə verilən vergidə ən uğurlu kart ağ kart və qızıl kubokdur. Bu ağ kartdan 2 dənədir. Tək qızıl kubok və ağ kart çıxanda demək ki, o insanların ən şanslı, ən uğurlu ayı və gələcəyidir. Ona görə mən bunları açmıram ki, bundan sonra mənə icazə verilmir. Çünki arxasından belə bir kartlar gələr və gəlir və bu kartlar gələndə istər-istəməz avtomatik mən özümü və izləyicilərimi karmada, cadu karması güclü olan insanlarda onları cadulama ehtimalım var, negativ vermə ehtimalım var. Ona görə də ağ və tək qızıl kubok çıxanda mənə icazə ona qədər verilir. Ona görə də mən bunları yığıram. Və əziz izləyicilər, bir də bir şey sizlərlə bölüşməyi özümə vacib bildim. Deyəcəksiniz ki, başqa bir səhifələri paylaşanlar ekstrasensləri deyir ki, planetlər belə gəldi, yer göy belə getdi, ulduzlar belə getdi. Bəli, onlar düz deyir. Sadəcə olaraq o sözlərdən mən istifadə etmək istəmirəm. Ona görə ki, kimsə ürəyinə gəlməsin. Mən heç bir ekstrasens tanımıram. Heç kimə də iddiam yoxdur. Sadəcə olaraq istəmirəm ki, kimsə ürəyinə gətirsin ki, mənim sözlərimi təkrar edir. Hərənin bayaq da dedim, bir cür baxışı var. İndi istər-istəməz insandır, insanıq. Hərənin qəlbində bir cür fikirlər yaranır beynində. İstəmirəm ki, o fikirlər kiminsə dilinə gətirilsin və bəzi mənə rəqib olan insanlar da əlində kozur tutsun ki, bəli, Anya xanım kimlərinsə danışdığı sözləri təkrar edir. Ona görə də mən sadə baxışla sizə nə görürəmsə onları çatdırıram. Allah Taala hər kəsə güzel gün nəsib eləsin. İçində olan şeytani hisli insanları islah etsin. Mələk cildli insanlara, mələk kimi düşünən insanlara Allah Taala paylarını, müjdələrini cənnətdən versin. Hər birinizi öpürəm, hər birinizi sevirəm mənim əzizlərim. Qəbul edən də, etməyəni də Allah Taala öz pınağında saxlasın. Komment yazmağı, like etməyi, ən azından halallıq olmağını nəzərə alın. Alsaz da sağ olun, almasaz da sağ olun.